Salam, hörmətli müəllimlər. Bu gün sizlə bərabər sertifikasiya imtahanında kurikulum metodikadan düşəcək mövzular haqqında danışmaq istəyirəm əslində və bu mövzular içərisində bu gün biz bullying haqqında qeydlərimiz olacaq. Deməli, ekranda görürsüz, əsas mövzulardır bunlar. Hansı ki biz deməli mütləq bu mövzular haqqında müəyyən məsələləri özümüzdə qeydiyyat aparmalıyıq. Bunlardan biri də qısnama bullyingdir. Deməli inteqrasiya, məntiqi tənqidi yaradıcı təfəkkür, biliyin növləri, idrak taksonomiyası, təlimin forması, modellər, üsulları, planlaşdırma, interaktiv təlim, fərdləşdirmə, yəni inklüziv təlim, diaqnostik, formativ, summativ, sinifin idarə edilməsi, müəllim, şagird, valideyn üçbucağı və ən əsası bullying məsələsi. Deməli, biz bu dərsimizdə sizlə bərabər bullying haqqında öz qeydlərimizi mütləq aparmalıyıq. Deməli, bullying haqqında biz onu qeyd eləyə bilərik ki, deməli, bunu kitabdan da oxuya bilərsiniz. Hansı ki, Time kitabından və yaxud da sadəcə mənim qeydimlə də kifayətlənə bilərsiniz. Ümumiyyətlə, bullying dediyimiz məsələ nədir? Bullying universal bir tərifi yoxdur. Yəni, bullyingin qısa, universal tərifi yoxdur. Bullying özünü müdafiə edə bilməyən şəxsə qarşı davamlı aqressiv davranış kimi təsvir edilir. Deməli, mövzumuz nədir? Mövzumuz qısnamadır. Qısnama, yəni bullying. Mövzumuz qısnama, yəni bullyingdir. Narahat olmayın. Deməli, bullying universal olaraq tərifi yoxdur. Qısa olaraq biz bullyingə deyirik ki, deməli, fərdi formada xarakterizə etsək, deyirik ki, bullying özünü müdafiə edə bilməyən şəxsə qarşı davamlı aqressiv davranışdır. Deməli, bullying nədir? Qeyd edirəm. Özünü müdafiə edə bilməyən, deməli, şəxsə qarşı, insana qarşı, şəxsə qarşı davamlı. Bax, bu söz bizim açar məqamımızdır. Bir dəfə olmur, davamlı olaraq aqressiv davranışdır. Aqressiv davranışdır. Davranış. Bax, birinci növbədə bunu bilməlisiniz ki, bullying nədir? Bullying özünü müdafiə edə bilməyən şəxsə qarşı davamlı olaraq aqressiv davranışdır. Bəziləri isə bunu gücündən sui-istifadə kimi izah edir. Yəni, bullying edən şəxs güclüdür və gücündən sui-istifadə edir. Biz sizlə bərabər olaraq, qısa olaraq öz qeydimizi mütləq götürməliyik. Ümumiyyətlə, bullyingin növləri. Bullyingin birinci olaraq biz məqsədinə görə bölürük. Deməli, lövhəmi bir dənə ağardıram. Tərifi yəqin ki, qeydiyyat apardınız. Qeyd edirik 1. Bullyingin məqsədinə görə. Deməli, qeyd edirəm. Məqsədinə görə. Məqsədinə görə bullying. Məqsədinə görə bullying bölünüb 2 yerə. 1. Məqsədli. 2. Məqsədsiz. Məqsədsiz. Məqsədli və məqsədsiz. Məqsədsiz bullyingin özünü də biz 2 yerə bölürük. Düşünülməmiş bullying, düşünülməmiş bullying, bir də tədris bullyingi. Deməli, məqsədinə görə bullyingi neçə yerə böldük? 2 yerə böldük. Hansılardır? 1. Məqsədli, 2. Məqsədsiz. Məqsədsiz bullying 2 yerə bölündü. Düşünülməmiş və tədris bullyingi. Deməli, adından göründüyü kimi məqsədli bullying nədir? Uşağın burada bir məqsədi var. Aydınmı? Bilərəkdən edir. Məqsədi var. Məqsəd qoyub qabağına ki, mən tutaq ki, anarı incidəcəm. Mənim onu incitməyim qarşıma özümə məqsəd qoymuşam ki, mən mütləq anarı incidəcəm. Aydındır? Yəni, mütləq şəkildə mən anarı incidəcəm. Deməli, bunu mən məqsədli şəkildə edirəm. Bunu mən şuurlu şəkildə edirəm. Mən bunu düşünərək edirəm. Mən bu şuurumla, belə deyək, öz iradəmlə edirəm bunu. Məqsədsiz bullying isə düşünülməmişdir.
əyləncə kimi baxıram, əyləncə kimi yanaşıram. Məsələn, yoldaşımın çantasını hər zaman alıram, gizlədirəm. Bu mənə əyləncə gəlir. Tez-tez kitabı başına vururam. Bu mənə əyləncə gəlir, gülürəm. Amma o ona xoş olmur, o ona bullyingdir. Buna biz deyirik düşünülməmiş. Bir də yoldaşlar var, tədris bullingi. Tədris bullingi nədir? Yəni oxuyarkən, yazarkən, kitab oxuyarkən, yəni bu əsas əslində müəllimin şagirdə etdiyi bullinqdir. Məsələn, solağa yazan uşaq düşünün, müəllim onun əlini bağlayır. Müəllim onun əlindən belə deyək də bağlayır ki, deməli ancaq sağla yazsın. Aydındır? Deməli biz qeydiyyatımızı mütləq burada aparırıq ki, tədrisdə baş verir bu. Məktəb mühitində baş verir. Deməli, məqsədinə görə bullinqimiz neçə yerə bölündü? 2 yerə. Məqsədli, məqsədsiz. Məqsədli odur ki, bunun məqsədi var. Məqsədli şəkildə, şuurlu şəkildə incidir. Məqsədsiz odur ki, düşünülməmiş və tədris. Düşünülməmiş, mən bunu düşünmürəm. Elə bilirəm ki, bu mənim yoldaşımın da xoşuna gəlir, əyləncə kimi baxır, amma əyləncə kimi yanaşmır. Ona bullinqdir. Aydındır. Deməli biri var Arif, biri var tutaq ki Azər. Arif Azərin çantasını hər gün gizlədir, davamlı gizlədir. Düşünmür də bunu. Əyləncə kimi baxır, gülərək baxır, gülərək yanaşır. Aydın oldu. Bu bizim bullyingimizin növləri. Gəldik növbəti. Davranışa görə. 2 qeyd edirsiniz siz də özünüzdə. 2. Davranışa görə bullyingin növləri. Davranış. Davranışa görə bullyingin növləri 1. Yenə də deyirik fiziki. Fiziki bullying. 2. Qeyri-fiziki bullying. Fiziki nədir? Fiziki. Mən həqiqətən də fiziki. Döyürəm, şillələyirəm, nə bilim, gəlir təpikləyir. Yəni, bullyingi göstərən adama biz bully deyirik. Bully nə edir? Fiziki şiddət edir, toxunur ona. Qeyri-fiziki isə olur hansı növləri? Verbal bullying. Verbal bullying sözlə. Məsələn, hər gün kitab oxuyan şagirdə sinif yoldaşları kitab qurdu deyirlər. Aydındır, sözlə. Bir var qeyri-verbal. Qeyri-verbal. Qeyri-verbal isə artıq burada şəkillərdir, daha sonra çertyojlardır, qrafiklərdir. Aydındır. Gəlirik üçüncü. Sosial bullying. Sosial bullying, yoldaşlar, nədir? Qrup halında, qruplaşma. Mən buna deyirəm qruplaşma. Məsələn, 4 dənə şagirddir, qruplaşır. Beşinci şagirdi ortadan çıxardır. Məktəbdə ən çox yayılan, çox təəssüf ki, sosial bullyingdir. Məsələn, həmin şagirdi geyiminə görəmi, sosial mənsubiyyətinə görəmi, irqinə görəmi, cinsinə görəmi artıq sosiallıqdan uzaqlaşdırırlar. Deməli, bir qrup düşünün və məktəbdə ən çox təəssüf ki, biz hal-hazırda bunu yaşayırıq ki, sosial qruplar, sosial bullyinglər, qruplaşmalar. Nə üçün qruplaşır? Məsələn, varlılar qrupu, kasıblar qrupu, nə bilim, saçı uzun qrup, qızlar belə olur da, yəni. Deməli, və yaxud da sosial mənşəyinə, mənsubiyyətinə, irqinə, cinsinə, dininə görə qruplaşma aydındır və o artıq qruplaşırlar. 1 nəfər, 2 nəfər, 3 nəfər, 4 nəfər, 5-ci gəlmək istəyir axı. Bunu artıq məktəbdən, qrupdan, ümumiyyətlə sinifdən uzaqlaşdırırlar və ən təhlükəli növlərindən biri də həmin bu sosial qrupdur, sosial bullyingdir, sosial qruplaşma bullyingidir. Davam edirik. Üçüncü qeydiyyatımızı aparırıq. Bullyingin birbaşa və ya dolayı yolla tədris. Deməli, gəlin baxaq. Bullying birbaşa və yaxud da dolayı yolla. Deməli, biz bunu da 2 yerə bölürük. 1. Vasitəli, 2. Vasitəsiz. Vasitəli nədir? Deməli, mən oxuyuram 5-ci sinifdə. Mənim bir dənə də sinif yoldaşım var, Azər. O da oxuyur mənim sinif yoldaşım, o da oxuyur 5-ci sinifdə. Mənim Azərdən xoşum gəlmir, düzdür? Amma mən Azəri vasitəli şəkildə incidirəm. Tutaq ki, Musa vasitəsilə onu incidirəm. Aydın oldu. Yəni, burada bully var, bullyingə məruz qalan var, bir də həmin bu bullyingi edən vasitə var. Aydın oldu. Biz buna deyirik vasitəli. Kiminsə əli ilə baş verib bu. Yəni,
Kiminsə əli ilə baş verən bullyingdir. Amma vasitəsiz nədir? Burada artıq mən varam, mən varam. Bir də tutaq ki, Azər var. Mən özüm Azəri incidirəm. Bu artıq vasitəsizdir. Heç bir vasitə yoxdur. Mən özüm onu incidirəm. Aydındır? Və nəhayət bullyingin ən son növü, biz buna dördüncü növ deyirik və ən təhlükəli növ xüsusi növ bullying, xüsusi növ bullying özümüz üçün qeyd edirik. Biz buna kiberbullying deyirik. Kiberbullying nədir? İnternet üzərindən. Yəni bunun qısa variantı internet üzərindən, internet üzərindən. Məsələn, kiminsə şəklin bullyingləyirlər. Aydın da alt yazılar falan. İnternetdə yayımlayırlar. Artıq bu olur nə? Kiberbullying. WhatsApp qruplarında, Instagram qruplarında. Və bu da sizin bullyinginizin növləri. Ümid edirəm ki, müəyyən mənada anlayışınız oldu bullying haqqında və e, öz qeydlərimizi mütləq və mütləq aparmalıyıq. Deməli, bullying özünü müdafiə edə bilməyən şəxsi davamlı şəkildə incitməkdir. Aydındır? Davamlı şəkildə incitməkdir. Davamlı şəkildə. Bir dəfə yox, davamlı. Bəs biz bullyingi necə müəyyən edə bilirik? Qeyd edirəm burada. Bullyingin müəyyən edilməsi. Bullyingi necə müəyyən edilir? Ümumiyyətlə, bullying necə müəyyən ola bilər? 1. Məktəb mühitində yadımızda saxlayırıq ki, birinci növbədə şagirdlərimiz özünü sərbəst ifadə etsin, təhlükəsiz, plus pozitiv bir mühit olmalıdır. Deməli, bullyingin müəyyən edilməsi nə baş verir? Uşaq özünü sərbəst ifadə eləməlidir və burada artıq pozitiv bir dənə münasibət olmalıdır. 2. Bütün məktəb heyətinin, yəni direktor müavini, psixoloq, texniki işçilər, müəllimlər, hamı burada əməkdaşdır. Başa düşdünüz? İkinci nə oldu? Məktəbin direktorundan tutmuş texniki işçilərə qədər hamının burada nə idi? Hamının burada əməkdaşlığıdır. Hamının burada belə deyək də bircə fəaliyyətidir. Yəni burada nə edirik? Biz burada şagirdlərimizlə deməli hamının əməkdaşlığını görürlər. Aha, şagird hamının əməkdaşlığını görür və əla. Üçüncü, anonim sorğu. Anonim sorğu. Bəli. Anonim yəni gizli. Əvvəlcədən hazırlanmış sorğudur. Yadınızda qalsın, əvvəlcədən hazırlanmış sorğudur və biz onu gizli saxlayırıq. Dördüncü, şagirdin şəxsi portfoliosunun yaradılması. Deməli, portfoliosunun yaradılması. Şagirdin şəxsi qovluğunu yaradaraq. Aydındır, biz orada akademik nailiyyətləri və s. və ilaxır qeydlər aparırıq. Beşinci, esse yazmaq. Əsasən bu Azərbaycan dili, xarici dil, sinif saatlarında müəllimin dərsinin bir hissəsi kimi bullying, şagirdlər və münasibətlər haqqında biz esse yaza bilərik və mən deyərəm ki, ən gözəli anonim sorğudur. Anonim sorğuda artıq heç kəsdən xəbərdar olmur. Aydın oldu və belə deyək də istifadə etmək olar. Bəs bullyingin qarşısını necə almaq olar? Bu gördüyünüz müəyyən etməkdir. Gəlin müəyyən etməyə bir daha təkrarlayaq. Şagirdlərimiz özünü sərbəst ifadə eləməlidir. Təhlükəsiz pozitiv münasibət olmalıdır. Müəllim direktordur, direktor müavinidir. Texniki işçilərə qədər orada əməkdaşlıq var, münasibət var. Hamı bir-biri ilə əməkdaşdır. Anonim sorğu keçid, heç kimdən xəbəri olmasın. Şagird portfoliosunun yaradılması, şagird portfolio sözünün mənası qovluğunun yaradılmasıdır və orada bütün nailiyyətləri, hər şey orada qeyd olunur. Bir də esse yazmaqdır. İndi yaxşı, müəyyən elədim. Bildim ki, bu sinifdə bullying var. Mən bunu necə aradan qaldıra bilərəm? Tamam, yazırıq. Bullyingin aradan qaldırmasının yolları. Birinci növbədə bullyingin aradan qaldırmaq üçün biz ümumiyyətlə belə bir məsələ var da. Bullyingi aradan qaldırmaq üçün yollarımız birinci növbədə valideynlərlə əməkdaşlıq, onların maarifləndirilməsidir. Deməli, valideynlə
əməkdaşlıq eləyirik və onları nə edirik? Onları maarifləndiririk. İkinci, buzqıran strategiyası. Buzqıran strategiyası. Buzqıran strategiyası vasitəsilə biz bullyingin qarşısını ala bilərik. Aydındır. Müəllimin rol model olması. Müəllim roldur, modeldir. Yəni müəllim özü əgər hər hansı bir belə deyək də, iş yoldaşına mı, belə deyək də, dostuna mı və yaxud da şagirdin gördüyü istənilən bir şəxsə qarşı mı bullying eləsə, əlbəttə bu düzgün örnək olmayacaq. Ona görə də biz nə edirik? Biz qeyd edirik ki, mütləq və mütləq və mütləq müəyyən edəndən sonra biz ona qarşısını almaq üçün yollar tərtib etməliyik. Sonra mənəvi yazılı dəyərlər aşılamalıyıq. Dördüncü, emosional intellekti formalaşdırmalıyıq şagirddə. Emosional intellekt nədir? Biz qeyd eləməliyik burada mütləq ki, bir var rasionallıq, bir var emosionallıq, yəni emosiyalarımızın idarəsi. Valideynlərin qeyd eləmişəm burada əməkdaşlıq, onları maarifləndirmək mütləq önəmlidir. Bu, əlbəttə ki, buzqıran strategiyasında şagirdlərə tətbiq eləmək lazımdır və psixoloqla əməkdaşlıq, yəni bunlar hamısı qarşısını almağın yollarıdır və altıncı, şagirdlərimizi maarifləndirmək. Şagirdlərimizin özünü də nə etməliyik biz? Təbii ki, maarifləndirməliyik. Yaxşı. Və bu da bizim üçün deməli qeyd elədiyimiz kimi bullying haqqındadır. Deməli birinci növbədə bullyingin növlərin, ikinci növbədə onların biz müəyyən etməyik, üçüncü növbədə isə necə qarşısını ala bilərik bu haqqda danışdıq. Ümumilikdə isə mövzularımız bunlardır. Mən bacardığım qədər sizə belə qısa video izahlar atacağam ki, sizin üçün də yadda qalan olsun. Ümid edirəm ki, faydalı və yararlı oldu. Sağ olun, özünüzdən müğayət olun. Allaha əmanət olun. Hələlik.